Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafya kitabından bölmə 1.1 və bölmə 1.2 iki mövzuların ümumiləşdirilmiş tapşırıqlarına baxacağıq. Gəlin vaxt itirmədən birinci çalışmamıza baxaq. Şəkillərə məkan növlərini uyğunlaşdırın. Bizə uyğunlaşdırma testi fiziki məkan, xəyali məkan və virtual məkan verilir. Fiziki məkana uyğun gələcək C, xəyali məkana uyğun gələcək B, virtual məkana uyğun gələcək A. Uyğun gəldi. C, B, A. İkinci tapşırığa baxaq. Fikirlərin doğru olması üçün uyğun sözləri seçin. Yəni, iki söz verilib. Biz burada uyğun sözü seçəcəyik. Ərazidəki dağlar, düzənliklər, çaylar təbii və ya sosial-iqtisadi obyektlərdir. Bu da təbii olacaq. Daha sonra fiziki və ya xəyali məkan təsəvvürümüzdə yaratdığımız yerdir. Burada xəyal olacaq. Yəni, fiziki məkan real obyektlər əsasında olur. Yəni, gördüyümüz məkan, toxuna bildiyimiz obyektlər, yəni fiziki məkandır. Daha sonra Kür çayı boyunca torpaqların nəmliyi meşələrin və ya səhraların yaranmasına səbəb olur. Burada meşələrin yaranmasına səbəb olur. Demişdik ki, rütubət olduğu zaman meşələr yaranır, quraqlıq olduğu zaman isə səhralar yaranır. Daha sonra binalar, parklar, zavodlar təbii və sosial-iqtisadi obyektlərdir. Burada sosial-iqtisadi obyektlər olacaq. Dedik ki, binalar, parklar, zavodlar insan fəaliyyəti nəticəsində yaranır. Burada oldu sosial-iqtisadi obyektlər. Yəni, birinci oldu təbii, ikinci oldu xəyali, üçüncü oldu meşələr, dördüncü oldu sosial-iqtisadi. Daha sonra üçüncü çalışmamıza baxaq. Nyu-York şəhəri verilib və burada müxtəlif yerlərdə çəkilmiş şəkillər arasındakı fərqin xüsusiyyətlərini soruşur. Baxın, 1856-cı il və 2019-cu il verir. Burada adi bir məkanda mövqeyi bu olmayacaq. Daha sonra məkanda komponentlərin dəyişməsi, bəli, düzgün cavabımız B bənd olacaq. Məkanda komponentlər dəyişir. 1856-cı ildə fikir versə, təbii komponentlər daha çox idisə, yəni insan fəaliyyəti az, təbii komponentlər çox idi. Lakin 2019-cu ildə isə insan fəaliyyəti, yəni iqtisadi sosial obyektlər çox, təbii obyektlər isə azdır. Yəni, dördüncü çalışmamıza baxaq. Burada bizə lokal, regional və qlobal məkan miqyaslar verilir və bizdən uyğunlaşdırmağımızı istəyir. Şəhərin çirklənməsi lokal olacaq. Daha sonra məhəlləmizdəki parkların ərazisinin sahəsi lokal olacaq. Daha sonra regional olacaq. Asiya qitəsində əhalinin sıxlığı regional. Daha sonra Türkiyə turizm şəhərləri olacaq regional. Qlobal olacaq, adından gördüyü kimi qlobalistləşmə. Oldu qlobal. Gəlin bir də təkrar eləyək. Lokal uyğun gəldi şəhərlərin çirklənməsi, məhəlləmizdəki park sahəsi. Daha sonra regional uyğun gəldi Asiya qitəsində əhalinin sıxlığı, Türkiyə turizm şəhərləri, qlobal uyğun gəldi qlobalistləşmə. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.